Bayaqdan ilənin qoşma bağlayıcı olduğunu dedik, düzdür. İndi gətirin görək, bu ilə burada nədir və burada nədir? Mən telefon ilə danışıram. Kim deyər, nədir burada? Qoşma, bağlayıcı. Niyə bağlayıcı olsun? Xəbərin təkdədir. Yox, burada, bu cümlədə. Təkdədir. Yaxşı, niyə qoşma olsun? Xəbər təkdədir də. Bu bir. Və ilə əvəz edə bilmirik. Sonra. Xəbər təkdədir. Sonra. Əsas məsələ. Yadınızda saxlayın. İləni qoşma götürəndə paralellik bildirir, qoşalıq bildirir. Telefon yanındadır danışanda. Yazını qələmlə yazdım. Qələm əlimdədir, yanımdadır. Deməli nə bildirdi? Qoşalıq bildirir, birgəlik bildirir. Bəs hünərlə döyüşdü. Buradakı nədir? Burada nədir? Zərfdir. Hünəri yanımızda hiss edirik, yoxsa daxili psixoloji vəziyyətimizdir? Daxilidir. Deməli, Lalənin zərflə qoşma olduğunu seçmək üçün neyiniyək? Zərf olanda daxilən hiss edirik, amma qoşma olanda nə olur? Yanımızda olur. Məsələn, bir dənə də cümlə deyirəm. Uşaq həyəcanla cavab verdi. Həyəcanla nədir burada? Zərfdir. Həyəcan haradadır? Yanımızda. Düzdür? Hə, daxilimizdədir. Yox, çaşdırmayın. Daxilimizdədir. Bir də deyirəm ki, qoca asa ilə yeriyir. Burada asa yanındadır. Yanındadır. Əlindədirmi? Nə oldu? Qoşma. Yaxşı. Gəl. Sonra deyin səhvinizi.